Salam, hər vaxtınız xeyir olsun. Yenə maraqlı suala baxaq. Əgər çatsa 2 sual video yerləşdirəcəm. Deməli, belə bir fiqur verildi ki, bu fiqurun daxilində piramid yerləşdirilibdir və həmin piramidanın həcmi bizdən soruşulur. Deməli, fiqurun tərəfləri haqqında özümüzdən adlandıraq. Buna bir MM, buna isə N deyə adlandıraq. Buna isə X və X deyə özümüzdən hərfləri adlandıraq. Biz bilirik ki, piramidanın həcmi nəyə bərabərdir? 2M vur 2X vurulsun N deməkdir. O da bərabərdir 72. Şərtdə piramidanın həcmi bizə 72 verir. O da 4MXN. Bu bizə 72 olaraq verilirsə, buradan da MXN-in qiyməti elədir 18. Və daha sonra bizə verdiyi məlumat odur ki, yəni bizim piramidanın həcmi istənilir və bu bizə kifayət elədi. Piramidanın həzmini tapması üçün də 3/1 vurulsun oturacağın sahəsi. Oturacağın sahəsi nə deməkdir? N vurulsun M bölünsün 2. Çünki bu bir dik prizmadır. Yəni burada düz bucaq yaranır. N vur M bölünsün 2-dir. Bir də vurulsun X yazıram. Yəni 18 bölünsün 6. Bu da edir 3. Növbəti sualımıza keçək. Növbəti sualımız belə bir maraqlı bir sualdır. Burada qarşılanan hərəkəti bizdən istənilir və aldığı ən qısa məsafə soruşulur. Aldığı ən qısa məsafəni tapmamız üçün də təbii ki, bu cür suallarda mütləq piramida açılmalıdır və piramidanın açılışında getdiyi yerlərə baxmaq üçün də deməli burada fikir verin 1, 2, 3, 4, 5, 6. 6 dənə üz açılır. Yəni burada sanki belə düşünün də, elə bir ki, içində 6 dənə üçbucaq yaranmış olur. 1, 2, 3, 4, 5, 6. 6 dənə üçbucaq yaranır və hər bir üçbucağın təpə bucağı 15 dərəcə eləmiş olur və hər birinin təpə bucağı 15 dərəcə eləmiş olduğuna görə, yəni yekun hissədə toplamda 6 və 15 bir bucaq 90 dərəcə etdiyini deyə bilərik. Bir bucaq 90 dərəcə edir və piramidanın tilləri dəyişmir. 8 olduğu qeyd olunur. Piramidanın tilləri 8 isə bu tərəfin uzunluğu bizdən istənilir. Elədir 8/2. Növbəti suallarda görüşərik. Hər ikisi uğurlar. Salam, hər vaxtınız xeyir olsun. Yenə maraqlı suala baxaq. Əgər çatsa 2 sual video yerləşdirəcəm. Deməli, belə bir fiqur verildi ki, bu fiqurun daxilində piramid yerləşdirilibdir və həmin piramidanın həcmi bizdən soruşulur. Deməli, fiqurun tərəfləri haqqında özümüzdən adlandıraq. Buna bir MM, buna isə N deyə adlandıraq. Buna isə X və X deyə özümüzdən hərfləri adlandıraq. Biz bilirik ki, piramidanın həcmi nəyə bərabərdir? 2M vur 2X vurulsun N deməkdir. O da bərabərdir 72. Şərtdə piramidanın həcmi bizə 72 verir. O da 4MXN. Bu bizə 72 olaraq verilirsə, buradan da MXN-in qiyməti elədir 18. Və daha sonra bizə verdiyi məlumat odur ki, yəni bizim piramidanın həcmi istənilir və bu bizə kifayət elədi. Piramidanın həzmini tapması üçün də 3/1 vurulsun oturacağın sahəsi. Oturacağın sahəsi nə deməkdir? N vurulsun M bölünsün 2. Çünki bu bir dik prizmadır. Yəni burada düz bucaq yaranır. N vur M bölünsün 2-dir. Bir də vurulsun X yazıram. Yəni 18 bölünsün 6. Bu da edir 3. Növbəti sualımıza keçək. Növbəti sualımız belə bir maraqlı bir sualdır. Burada qarşılanan hərəkəti bizdən istənilir və aldığı ən qısa məsafə soruşulur. Aldığı ən qısa məsafəni tapmamız üçün də təbii ki, bu cür suallarda mütləq piramida açılmalıdır və piramidanın açılışında getdiyi yerlərə